Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz Termet kombisində Y2 xəta kodu ilə bağlı bir problem var idi. Y2 xəta kodu Termet kombilərində qaynama ilə bağlı bir problemdir. Səbəbləri çox ola bilər. Pompanın zəif işləməsi, ümumiyyətlə işləməməsi, esenjorun ərkləşməsi ilə bağlı 3 yollu gördüyünüz bu dəyişdiyim, yenisindən əvəz elədiyim 3 yolda da ola bilər problem. Mənim vəziyyətimdə də problem 3 yollu stokda idi. Sanikin buraxma nəticəsində motorunu da sıradan çıxartmışdı. İkisi də yenisi ilə əvəz olundu. Pompanın kondensatoru dəyişildi. Elə baxın, görürsünüz, rəngindən görünür. Bu iki mikrofaraddır. Zəifləmişdi, o da dəyişildi və 3 bar da qaynama nəticəsində avarini klapandır. Açılır ki, belə fəsadlarla yol açmasın və ona görə də onun da yenisi ilə əvəz olundu və hal-hazırda görürsünüz, əlhamdülillah sabit şəkildə işləyir. Sizin də kombinizdə problem varsa, bu kimi problem və ya digər problem varsa əlaqə saxlayıb usta xidmətindən yararlana bilərsiniz. Diqqətinizə görə sağ olun.